Milli Məclisin üzvü Erkin Qədirli suallarımızı cavablandıracaq. Erkin bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük studiyamızda. Sağ olun. Erkin bəy, Zelenski Trump görüşündən sonra çox danışıldı bu məsələ və Trump'ın gözlənilməz hərəkətləri əslində bizi belə deyək də təəccübləndirmir. Bəlkə Zelenskini də təəccübləndirmədi bir o qədər də, amma artıq yeni məsələlər ortaya qoyulur. Avropa İttifaqı Ukraynanın arxasında dayanacaqmı? Son London samitindən sonra belə qərara gəlindi ki, həmin məqamlar Birləşmiş Ştatlara sənəd şəklində təqdim olunsun. Yəni, bir növ yenə də gəlib çıxdıq Birləşmiş Ştatlara. Deməli, bu məsələ qaçılmazdır ki, Ukrayna mütləq Birləşmiş Ştatlarla dil tapmalıdır. O zaman proseslər necə tənzimlənəcək? Amerikasız heç nə mümkün olmayacaq. Avropa Birliyi onsuz da bir birlik kimi elə Amerikanın yaratdığı layihədir. Vaxtı ilə 2-ci Dünya müharibəsindən sonra Avropa Şurası və Avropa Birliyi ki, burada əvvəlcə xatırlayırsınız, bunun ilkin adı Polad və kömür anlaşması idi ki, bu Fransa ilə Almaniyanın əsasən, xüsusilə bu Elzas-Lotaringiya tərəfdəki həm birinci, həm ikinci dünya müharibələrində Almaniya ilə Fransa arasında mübahisəli bir ərazi. Əslində Almaniyanın ərazisi olub həmişə. Sıra sözdə fransızlarda qalıb. Birinci dünya müharibəsindən sonra İngilislərin deməli hesabına Fransa o torpaq özündə saxlaya bildi, Almaniyadan qoparıb. İkinci Dünya müharibəsindən sonra da yenə İngilislərin, Amerikanların. Yəni, o bir daha Fransa-Almaniyanın arasında belə kömür yataqları üzərində və başqa səbəblər, eyni zamanda polad filan metallurgiya səbəblərdən yenə müharibə və münaqişə çıxmasın deyə açıq sərhədlər, rüsumsuz ticarət və təbii ki, demokratiya və s. Bu, Amerikanların təhlükəsizliyi çətiri altında Avropada daha bir müharibə çıxmasın deyə belə bir yaradılmış bir layihədir. Avropa Birliyi elə bütün bu illərin yarandığı ildən bu yana, yəni neçə 10 illik ki, bu davam edir. Məsələn, Amerikanın təhlükəsizlik çətiri altında Amerikanın təhlükəsizliyə yönəltdiyi xərclər hesabına öz daxili siyasətində sosial-iqtisadi proqramları layihələşdirib, rifah dövlətləri yaradıb və indi məlum olur ki, bütün bu illər ərzində Avropa Birliyinin vahid xarici siyasəti də olmayıb, çünki elə bir hüququ da olmayıb, çünki bu dövlətlərin suveren hüquqları qalırdı xarici siyasət məsələsində. Sonradan yavaş-yavaş koordinasiya əlaqələndirmə kimi məsələlər ortaya çıxdı ki, Avropa Birliyi Amerikadan nisbətən müstəqil olmağa çalışsın, hətta vahid ordu yaratmaq söhbətləri də vardı, düzdür, o alınmadı. Amma nəyin nəticəsinə, hansı nəticələrlə üzləşdi? Bax, indi məlum oldu ki, Avropa Birliyi Amerikadan başqa məsələlərdə müstəqil olmaya çalışsa da, Rusiyadan enerji asılılığı altına düşdü, Çindən ticarət asılılığı altına düşdü və Amerikadan da təhlükəsizlik baxımından asılılıqdaydı onsuz da. İndi Rusiyadan enerji təhlükəsizliyi, daha sonra asılılığı nisbətən azalıb, düzdür, riyakarcasına altdan alverilərini eləyirlər. Hətta Trump da sosial şəbəkədə bununla bağlı elə sonuncu məlumatı söz atıb. Deyir ki, əslində Rusiyaya daha çox pul xərcləyiblər, nəinki Ukraynaya. Sanksiya, buradan kağızda sanksiya yazırlar, altdan riyakarcasına Rusiya ilə alverilərini eləyirlər. Çindən ticarət asılılığı altına düşüb, çox böyükdür, trilyonlarla ticarət deməli, ümumi kapitalı var. Bu da Amerikanı narahat edən bir şeydir. İndi də Trump nə deyir? Deyir ki, mən sizi təhlükəsizlik təmin etmişəm bütün bu 10 illiklər ərzində. Siz də indi mənə qarşı bu hərəkətləri edirsiniz. Onda mən həm təhlükəsizlik xərclərini, həm sərhəd, üzr istəyirəm, həm təhlükəsizlik xərclərini azaldıram, həm indi qoşunları çəkməklə də hədələyir. Tariflərlə deməli onları yola gətirməyə çalışır. Avropa Birliyinin özünün üstəlik, bax, indi az öncə süjetləri getdi, siz dediniz ki, Macaristan deməli, razılaşmadı deyə. Bax, o konsensusla qərar qəbul etmə də özü çox uğursuz modeldir. Yəni, bunu göyə bütün dövlətləri razı salma, amma demokratiya hamını razı salmaq anlamına gəlmir ki. Bu kimsə təbii ki, narazı qalasa da çoxluq qərar qəbul etməlidir. Amma görürsünüz, bir dövlət və yaxud bir üzv bütün deməli qərarı bloklaya bilir. Çox uğursuz bir modeldir. Hətta indi Avropa parlamentlərində də görürük ki,
deməli, belə də məsuliyyətsiz çıxışlar və təsirsiz qərarlar hamısı bunun nəticəsidir ki, Avropa bu hala gəlib çatıb. Uzun illər ərzində solçu siyasətinin, bax bu uğursuz deməli siyasətinin acı nəticələridir. Və indi belə indi Ukraynanı Avropanın Əfqanistanı adlandırmaya da girişirlər ki, uzun sürən bu münaqişə olacaq, bunu tezliklə bitirmək alınmayacaq. Avropanın hərbi gücü yoxdur. Avropanın elə iqtisadi gücü də, iqtisadi potensialı var, amma iqtisadi gücü yoxdur. Yəni Amerika qədər güclü iqtisadiyyatı yoxdur. Xüsusilə də Ukraynaya hərbi yardım baxımından Rusiya ilə dirəşmək üçün heç siyasi iradəsi də yoxdur. İstənilən halda Amerikasız keçinə bilməyəcəklər. Erkin bəy, Amerikasız keçinə bilməyəcəklər deyirsiniz. Elə Birləşmiş Ştatların da şərtləri biraz ağır görünür. Həm Ukraynaya, həm də Avropa İttifaqına. Onlar birmənalı şəkildə Ukraynanın məğlubiyyətə məcbur edilməsi senarisini qəbul etməyəcəklərini deyirlər. Baxmayaraq ki, az öncə sadaladığınız həmin o reallıq bunu demir. Rusiyasız da Rusiyanı işğalçı dövlət adlandırırlar, Putini diktator adlandırırlar və onunla masada oturmayacağını deyir Ukrayna prezidenti. Bəs bu kontekstdə, əgər Avropa İttifaqı Birləşmiş Ştatlardan asılıdırsa, Ukrayna prezidenti düzdür, deyir ki, biz danışıqlara hazırıq, amma şərtlər də onları qane etmir. O zaman Rusiya-Ukrayna cəbhəsində biz nələrin yaşandığını görəcəyik. Bu təzyiqlərin bir nəticəsi olacaqmı? Trump israrlı şəkildə həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərməyə çalışır. Bu, əlbəttə ki, çox acı bir həqiqətdir və kobud bir gerçəklikdir. Ümid edilək ki, Ukrayna ilə Amerika bu məsələdə anlaşa bilsin. Çünki orada maraqlı qüvvələr var bu anlaşmanın baş tutmaması üçün. Həm Amerikanın daxilində demokratlar bunu istəmir. Yeri gəlmişkən o Trump'ın Zelenski ilə görüşdən öncə Zelenski gedib əvvəlcə demokratlarla görüşüb. İndi söhbət var ki, göyə demokratlar Zelenskiyə o cür davranmağı məsləhət görüb ki, anlaşma alınmasın. Çünki Trump'a qarşı aşırı qarayaxma kampaniyası aparırlar demokratlar ki, hər bir vəclə pis vəziyyətdə görünsün. Sizcə Zelenski bu qədər irəli gedərmi? Yəni bu riski gözə alarmı? Zelenski bir neçə dəfə o səhv eləyib. Seçki nəticəsində ərəfəsində gedib Filadelfiya şəhərində, Pensilvaniya ştatında özdə yelənən ştatlardandır da önəmli ştatdır. Gedib demokratları dəstəkləyib. Trump bunu vaxtilə ona görə... Seçkidən əvvəl idi. Ümid edirdi ki, demokratlar qazanacaqlar. Sonra daha betəri var. İndi nadir metallarla bağlı Amerika ilə anlaşma haqqında saziş hazırlanır. Amma bu yaxınlarda az öncə ilə dünən açıqlandı. Məlum olub ki, İngilislərlə artıq 16 yanvarda hələ Trump'ın and içməsindən öncə belə bir anlaşma bəyanatı da o. Artıq onlar imzalayıblar. Nə bilim, İngiltərə, Britaniya kralı Ukrayna səfirini qəbul edib, Johnson gedib Kiyevə. Bütün bu hazırlıqlar, yəni Trump'ın başı and içməyə qarışarkən, bunlar artıq Britaniya ilə nadir metallar haqqında. Yəni, diplomatik yanlışları, xarici siyasət yanlışları az deyil Ukraynanın o baxımdan. Amma yenə deyirəm, vəziyyət çıxılmaz deyil, düzəltmək olar. Çünki yenə deyirəm, burada Avropaya ümid etmək böyük bir strateji səhv olardı Ukrayna baxımından. Avropanın heç nəyi yoxdur. Heç bir, deyirəm də, qaşıqla yardım edir. 20 milyard nədir ki, o da müharibə üçün? Özü də onun bir xeyli hissəsi heç Ukraynaya çatmayacaq. Ona görə, çünki arada Avropadakı şirkətlərə verir. Düzdür, Amerikanın da yardımı bir xeyli hissəsi Amerika şirkətlərinə gedir. Amma işin qaydası budur da. Həm də onun ayırmağı, prosedur qaydalar falan, onsuz da Macaristan da bloklayıb. Amerikasız alınmayacaq. Və belədirsə, bu kobud gibi gerçəklikdirsə, necəsə də dil tapmalıdırlar. Əslinə baxanda Zelenski hazırda dil tapmaq istəyirmiş kimi görünür. Ali Radanın da bəyanatı oldu. Bəli, Ali Radan bəyanatı axşam saatlarında X sosial şəbəkədə Zelenski bir paylaşım etdi. Dedi ki, ümid eləyir ki, Birləşmiş Ştatlar dəstəyini ifadə eləyəcək. Yəni, Zelenski ritorikasını yumuşaldır. Düzdür, elə o görüşdən dərhal sonra da müsahibə verərkən təqribən yumuşaq ritorika ilə çıxış eləmişdi. Amma axşam saatlarında dediyim kimi ötən gün yenə də bir X sosial şəbəkəsində paylaşım etdi.
İndi dedi ki, biz elə bu sülhün əldə olunmasında Birləşmiş Ştatların dəstəyinə ümid eləyirik. Bu dəstəyə ümid etdiyini deyir, amma Trump da deyir ki, sülhlə bağlı razılaşsın, daha sonra biz bu məhdudiyyətləri də aradan qaldıraq, daha sonra biz ümumiyyətlə onunla görüş barədə düşünə bilərik. Zelenski sizcə hansı adım görüşün atacaq? emosional fonu çox ağır oldu deyə, yəqin ki, bir müddət belə söz atışmaları və o sözlərin çəkisini, daha doğrusu emosional fonunu azaltmaq cəhdləri olacaq. Yəni Zelenski daha yumşaq danışacaq, Birləşmiş Ştatlar biraz sərtmi çıxış eləyəcək? Zelenski daha yumşaq danışacaq, Birləşmiş Ştatlar da yumşalacaq. Çünki yenə deyirəm, hər iki tərəf anlayır ki, bu anlaşma önəmlidir. Əks təqdirdə Rusiya hücumlarını davam edəcək. Erkin bəy, istərdim ki, Donald Trump'ın vurğuladığı bir nüans var ki, Zelenski Rusiyanın anlaşmaq məcburiyyətində qalacaq. Yeni açıqlamasını ekrana gətirək, sizinlə yenidən müzakirəmizi davam etdirəcəyik. Avropada Zelenski ilə görüşdə birbaşa bəyan etdi ki, ABŞ olmadan bu işin öhdəsindən gələ bilməz. Bu, yəqin ki, Rusiyaya qarşı güc nümayiş etdirmək baxımından ən yaxşı bəyanat deyil. Onlar nə düşünürlər? Biden çox axmaqcasına 350 milyard dolları birbaşa bu ölkəyə döyüşmək üçün verdi. Bu pulla biz bütün hərbi dəniz qüvvələrimizi yenidən qura bilərdik. Buna görə də Ukrayna daha çox qədir bilən olmalıdır. Biz onlara Avropadan çox yardım göstərdik. İndi Prezident Zelenski deyir ki, o müharibənin uzun müddət davam edəcəyini düşünür. Bu belə olmayacaq. Onlar Rusiya ilə razılaşmalı olacaq. Çünki razılaşmaq istəməyən adam uzun müddət postunda qala bilməyəcək. Erkin bəy, Zelenski, daha doğrusu Trump əslində Zelenskidən incimiş kimi görünür. Deyir ki, əslində yardımları daha çox biz etmişik, Avropadan daha çox yardım etdiyinin altından xətt çəkir. Zelenski orada elə dedi axı. Zelenski dedi ki, Avropa bizə çox kömək eləyib. Trump da dedi ki, bizdən az eləyiblər hər halda. Zelenski də dedi, yox, Trump ona acıqla belə cavab verir. Nəysə, orada o danışıqlarda hər iki tərəf çox yanlış ritorika seçib və emosional fon çox, belə deyək də, ziyanlı olub ümumi məqsədlər üçün. Odur ki, orada mən o danışıqlarda, o söhbətin içindən uğurla çıxmış tərəfi görmürəm. Hər iki tərəf çox yanlış davranıb orada. Erkin bəy, bu yanlışların düzəlməsi üçün deyirsiniz ki, irəliyən zamanlarda müəyyən addımlar atılacaq. Artıq Zelenskinin ilk sosial şəbəkədəki paylaşımını xatırlatdıq. O deyir ki, sülhün tez bir zamanda əldə olunması vacibdir. Və bu sülh əldə olunacaq, amma şərtlər burada önəmlidir. Sizin fikrinizcə, gəlinin bu nöqtədən sonra Rusiya və Ukrayna nələrdə güzəştə getmək məcburiyyətində qalacaqlar? Müvəqqəti atəşkəs olsa belə Ukraynadan nələr tələb oluna bilər? Çünki dediyimiz kimi hazırda Donald Trump da deyir ki, biz sülh istəyirik. Yəni istəyirik ki, tərəflər masaya əyləşsin. Sülh məsələsi belədir də. Sülh əgər sadəcə müharibənin olmaması kimi qavranılırsa, ona nail olmaq çox da çətin bir iş deyil. Mən burada son zamanlar çox öz ölkəmizə örnək kimi gətirirəm. Çünki eyni şey bizə də deyirdilər. Barışın, dayanın, yeni mərhələ açılsın, bilmək olmaz gələcəkdə bəlkə də burada integrativ proseslər gedəcək, ticarət artacaq, sizin iqtisadiyyat gücünüz falan biz sizə kömək eləyəcək. Yəni, Azərbaycan tərəfi razılaşmadı deyə 30 il hazırlaşdı, sonra hərbi əməliyyat keçirib torpaqları azad etdi. Nəticəsini bilirik. İndi əgər Ukrayna atəşkəs imzalayıb, demək, öz silahlı qüvvələrini gücləndirməyə və müttəfiq şəbəkəsini genişləndirməyə girişərsə, bəlkə də Azərbaycanın yolunu nə zamansa təkrarlaya bildi. Yəni, hansısa bir zaman lazım olacaq. Amma Ukrayna indiki mərhələdə ərazilərin ikisi ilə barışarsa, onda əlbəttə ki, məsələ tez bitəcək və elə Rusiyada aldığını özündə saxlayacaq. Bu arada mən bir şeydir, bir haldakı Azərbaycanla müqayisə elədim. Bax, burada bunun dəyərini bilmək lazımdır. Xarici siyasətin incəlikləri. Məsələn, Azərbaycan bütün bu işğal altında olduğu dönəmlərdə düşməninin hərbi müttəfiqləri ilə yaxınlaşıb ondan hücum silahları ala bilirdi. Belarusiyadan, Rusiyadan, özdə uzaq mənzilli deməli, toplar, artilleriyalar, zirehli texnika, aviasiya, raketlər. Belarusiyada, Rusiyada düşmənimizin rəsmi hərbi müttəfiqidir. İndi bunu nəyə görə vurgulayıram? Ukrayna sözdə bu qədər müttəfiqi var onu dəstəkləyənlər. Amma əməldə gələndə, məsələn, çox az və gec
yardım verirlər, pul az ayırırlar. O baxımdan Trump düz deyir. Yəni Amerikadan çox Ukraynaya nə silah, nə də pul verən olmayıb. Və Amerikada bunu əminəm ki, davam edəcək. Yalnız o yaşanan o gərginlik, o heç də xoşa gələn bir şey olmadı o səhnə. Amma ümid edirəm ki, yekunda hər iki tərəf ağılla davranıb anlaşmaya gələcəklər. Bir məsələ də var. Erkin bəy, səhər saatlarından etibarən dünya mediasının manşetlərində, Reuters və digər nüfuzlu agentliklərdə, media orqanlarında biz ümumiyyətlə Donald Trumpın Moskva ilə yaxınlaşmaq istəməsi ilə bağlı bəzi xəbərləri görürük. Bu da sanksiyalarla bağlı informasiyalardan sonra biraz da artdı. Moskva ilə yaxınlaşmaq istəməsini də fərqli şərh eləyirlər. Bir hissə deyir ki, əslində bir növ oynayır Donald Trump. Sadəcə yaxınlaşdığını nümayiş etdirməyə çalışır. Həm də Çinlə Rusiya arasında da münasibətlər hətta indiki mərhələdə də yüksək səviyyədədir. Yəni müəyyən zədələnmə müşahidə olunmur. Bu da Trumpın xoşuna gəlməyən bir senaridir. O zaman belə olan halda Donald Trumpın Moskva ilə yaxınlaşması həqiqətən də o Rusiya-Çin ayrımına gətirib çıxaracaqmı? Məqsəd odur. Məqsəd bəllidir, ümid var mı? Bu Amerikanın çox illik, hələ Prezident Nixonun vaxtından onun xarici siyasət müşaviri Kissingerin doktrinasıdır bu. Çinlə Rusiyanı ayrı tutmaq. O vaxt SSR güclüydü, Amerika Çinlə yaxınlaşırdı. İndi Çin güclüdür, Rusiya zəifdir. Amerika çalışır. Prezidentlik Trump'ın birinci dönemində də o siyasəti yürütməyə çalışırdı. Bəlkə də elə araya Biden girməsəydi, onun iktidarı, bəlkə də çox şey başqa cür gedəcəkdi, heç bu müharibə olmayacaqdı. O baxımdan mən Trump'a haqq qazandırırım. Çünki o strateji bir hədəfdir və Amerikanın dediyim kimi bu Trump'ın yeniliyi deyil. Nixon'un dönemindən Kissingerin doktrinasıdır. Trump da Kissingeri özünü belə həmişə üzərində onun intellektual nüfuzunu qəbul edib, vaxtilə də hətta onun ölümündən əvvəl də görüşüb, ondan məsləhətlər də alıb birinci prezidentliyi dönəmində. Bəli, məqsəd Rusiya ilə yaxınlaşıb, Rusiyanı Çindən ayırmaq, Rusiyanı Çinlə yaxınlaşmağa qoymamaq. Özdə bir tək Çin deyil, oraya arada BRICS ki, bunlar yaradıblar. Hindistandır, İrandır, Trump indi onları da hədəfə alır. Həmin o təriflərlə və eyni zamanda əməlli başda hədədir də bu ki, əgər siz öz aranızda ticarəti dollarla aparmasanız, sizə qarşı iqtisadi sanksiyalar olacaq. Ona görə bütün bu geniş geostrateji hədəflər arasında Trump'ın gözündə Ukrayna maniyə kimi görünür. Onu həll eləmək istəyir, amma Ukraynaya görə, canı yandığına görə deyil. Daha böyük hədəflərə diqqət ayırmaq üçün. Çünki Ukraynadakı münaqişə, müharibə ona mani olur o baxımdan. O elə yanaşır. Avropalılara gələndə onlar əşli danışılası deyil. Onlar tamamilə başqa havadadırlar. Göyə onlar Ukraynada azadlığı, demokratiyanı müdafiə eləməyə girişirlər. Nə bilim, Putinin Rusiya diktaturadır, Ukrayna demokratiyadır. Heç ərazi bütövlüyünü deyən yoxdur. Heç biri də riyakərcəsinə demir ki, biz Ukrayna ərazi bütövlüyünü müdafiə eləməyə çalışırıq. Hamısı deyir ki, güya nə demokratiya, nə azadlıq, heç kəsi dialoq uğrunda müharibə aparmayıb tarix boyu. Ərazilər və resurslar uğrunda gedib müharibələr. İdeologiyalar o sonradan onun üstünə əskərlərin motivləşdirmək üçün uydurulan hekayələrdir. İndi məsələ ondandır ki, bax, indi Ukraynada da mən yenə edirəm, Amerika ilə uğursuz danışıqdan sonra çıxıb bəyanat verdi ki, biz Çinlə yaxınlaşacaq, Çinlə silah alacaq. Yəni, belə şeylər eləmək olmazdı. Yəni, belə sıçrayışlar, belə vurnuxmalar diplomatiyada mümkün deyil. Haqdır, Ukrayna haqlıdır. Ümid eləyək ki, elə haqlı davasında da yekunda qalır və çalacaq torpaqlarını azad edə biləcək. Amma diplomatik qarşı durma, diplomatik səhnədəki gedişlər və hətta savaşlar, o tamam başqa bir şeydir. Çünki düşmənə qalib gəlmək bir strategiyadır. Dost qazanmaq, müttəfiq əldə etmək tamam başqa bir strategiyadır. Erkin bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün. Rusiya-Ukrayna cəbhəsindəki prosesləri dəyərli izləyicilərimiz təhlil etdik.